Günəş müəllim, Bəli, müəllimə. Daniel Golemanın nəzəriyyəsi necə adlanır? Emosional intellekt nəzəriyyəsi. Daniel Goleman haqqında məlumat ver. Necə oldu belə bir əsəri yaratdı? Daniel Goleman elə bir yağışlı bir hava olur. Yağışlı havada o avtobusda dayanacağında avtobus gözləyir. Birdən avtobus gəlir, o minir avtobusa. Orada sürücü də, şofer başlayır hamı ilə xoş rəftar etməyə. Çıxanlara salam verir, hal-əhval tutur, belə şəhər haqqında məlumat verir. Avtobusdan sərnişinlər düşəndən sonra hamının sifətində xoş əhval-ruhiyyə, o yorğunluq bir anlıq yox olur. Daniel Golemanda bu emosional intellekt nəzəriyyəsini elə buna görə yaradır. O görür ki, insanlarda belə xoş əhval-ruhiyyə, onların belə səviyyələri yüksək olur, əhval-ruhiyyələri. Sağ ol, düzdür. Daniel Golemana görə emosional intellekt nə deməkdir ki, nədir bu? Emosional intellekt, emosiya insanın hissləri, duyğuları haqqındadır. Bəli. İnsanların hissləri, duyğuları haqqındadır. Bəli. Nurlana müəllimə. Nurlana müəllimə. Bəli, müəllimə, buyurun. Nurlana müəllimə. Emosional intellekt deyəndə nə nəzərdə tutulur? Müəllimə, biz bilirik ki, emosional intellekt iki məna kəşf edir. Məsələn, bir var ki, emosional, bir var emosional, bir də var rasional zəka. Yəni bu insanın zəkasından, beynindən ibarətdir. Məsələn, bunlara aid olaraq bir şey deyə bilərəm ki, bu Daniel Goleman marşrutda gedərkən, yəni bu hadisələr baş verəndən sonra gəlir oturur öz-özünə fikirləşir ki, bəs belə bir əsər yazım, belə bir şey yazım, yəni iki nəfəri bir-biri ilə fərqləndirim. Yəni bir var emosional zəka, bir də var rasional zəka haqqında başlayır fikirləşir yazmağa. Deməli, iki dənə oğlan olur, birinin adı Pen olur, birinin adı Met olur. Deməli, Pen həmişə gedir universitetə qəbul olarkən yüksək nəticələr toplayır. 500 bal toplayır, Met. Pen 500 bal toplayır, amma Met 250 bal toplayır, az bal toplayır. Gəlir bu Pen istədiyi belə bir yerə sənəd verir, CV göndərir, neçə yerlərdən danışır, heç kəs Peni qəbul eləmir. Amma Met az bal toplamağına baxmayaraq, hər yerdən Meti irəli çəkirlər. Məsələn, gedir hər hansı bir 5-6 yerə iş verəndə oradan hamısına bir nəfər bir yerdən başqa bütün yerləri yəni Metə verirlər ki, gəl işlə. Bunun da səbəbi nə oldu? Əlbəttə ki, bu emosional bir də rasional zəkaya. Elə bil ki, müəllimə öz emosiyalarına qapılırdı. Heç kəsdən ünsiyyəti doğru aparmırdı. Heç kəsdən doğru davranmırdı, danışığı, hərəkəti, özünə bir göydən aparmırdı. Amma Met isə bunun əksinə həmişə öz hərəkətləri ancaq gülüş doğururdu, öz hamını sevindirirdi, mehriban hərəkətlər edirdi. Buna görə Met də gəldi bu emosional, rasional zəka yəni sahib olan bir insanlardan biri oldu. Yəni emosional, öz emosiyalarına qapandı, agresiv oldu, özü deyəndən oldu. Amma Met isə rasional zəka. Ancaq elə hər bir kəsdən mehriban, mədəni, hamını özünə empatiya kimi görürdü. Məntiqlə hərəkət edirdi. Bəli. Yəni emosional zəka budur ki, insan öz emosiyalarını idarə eləyə bilir. Hamıya mehriban yanaşır, ünsiyyətçil olur. Rasional zəka, yəni təhlildə, yəni təkcə rasional zəkaya malik olmaq yetərli deyil. Rasional zəka ilə yanaşı gərək insanda emosional zəka da olsun. Yəni Pendə rasional zəka yüksək idi, emosional zəka çatışmırdı. Amma Metdə isə nə idi?
rasional zəka az da olsa, emosional zəkası güclü idi. İnsanlarla ünsiyyəti, İnsanlarla davranışı ünsiyyət daha qurmaq. yüksək idi, düzdür. Nurlana müəllimə, Bəli. Golemanın emosional intellekti neçə komponentlərdən ibarətdir? Hansılardır? Bəli, o 5 komponentdən ibarətdir. Məsələn, özünü dərk, özünü idarə etmə, motivasiya. Motivasiya bu il düşüb. Keçən il kitablarda motivasiya yox idi. Motivasiya, sosial məlumatlılıq, bir də münasibətlərin idarə olunması. Aha, düzdür. Günəş müəllim, Bəli, müəllimə. özünü dərk nə deməkdir? Özünü dərk, elə bil ki, insan özü haqqında məlumatlı olur, hissini, duyğunu anlayır, hissləri haqqında danışır. Məsəl üçün, elə bil ki, dostu ilə dalaşırsa, bu özünü necə deyirlər, dərk edir də, bilir ki, nə üstündə dalaşır. Təzədən gedir, həmən dostundan üzr istəyir. Özünü dərk edib, başa düşür. Bəs özünü idarə etmə nədir? Elə hüznün nə olduğunu bilmir da. Elə bilir ki, elə yoldaşına acıqlanırsa, əsəbləşirsə, götürür nəyəsə yerə qaldırır, çırpır, qapını sındırır, əlindəki telefonu çırpır. Yəni bilmir da ki, nə elədiyini bilmir, özünü dərk etmir hələ. Bəli, özünü dərk, yəni dərk edə bilməmək, yəni o əsəbləşməsinin də adını qoya bilmir də. Bu niyə görə əsəbləşdi? Bunun əsəbləşməsinin səbəbi nə idi? Nurlana müəllimə, bəs özünü idarə etmə nədir? Müəllimə, özünü idarə etmədə, yəni o deməkdir ki, insan həmişə hirslənəndə, əsəbləşəndə, ya hər hansı bir his keçiləndə həmişə rasional düşüncəni, özünü rasional düşüncəyə kökləməlidir ki, yəni ki, özünü idarə eləsin ki, nəyə görə əsəbləşir, səbəb nədir, nə olubdur, görəm bunun belə elədiyi hərəkətlər doğrudurmu? Yəni özünə reaksiya verir ki, görəsən mən bu hərəkəti elədim, bunu düz elədim, ya səhv elədim. Yəni əsasən öz hisslərini idarə etməyə, özünü sakitləşdirməyə, əsəblərini cilovlamağa çalışan bir şeydir, özünü idarə etmək. Yəni hər zaman əsəbləşib qışqıranda nəysə yerə sındırmır, nə bilim, acıq eləyib öydən getmir, problem yaratmır. Yəni özünü idarə etməyi bacarır tezi. Özünü, yəni istənilən vəziyyətdə özünü bir çıxış yolu tapır. Düzdür. Günəş müəllim, motivasiya nədir? Günəş müəllim. Günəş müəllim. Bəli, müəllimə. Bəli, bəli. Motivasiya nədir? Motivasiya elə bil ki, insan nailiyyətə sövq edilməsi, fəaliyyət, elə bil ki, motivasiyanın da iki növü var, daxili motivasiya, xarici motivasiya, insanların nailiyyətə sövq etmək, maraq yaratmaq. Bəli, daxili Həvəsləndirmək. motivasiya nədir, xarici motivasiya nədir? Daxili motivasiya insan öz daxilində olur da o. Xaricidə ətraf mühitin təsiri, sosial aləm. Səhv dedim. Xarici, yəni çöldə olan hər hansı bir hadisələrə qarşı reaksiya verməkdir, amma daxili insanın özünün içindən gələn bir xarakteridir. Yəni özünü necə apara bilməyidir. Yəni burada mükafatlandırma da, cəza da xarici motivasiyaya səbəb olan amillərdir də. Xarici faktorlardan asılı olur. Tutaq ki, səni kimsə tərifləyirsə, şagirdi biz tərifləyəndə o həvəslənir, stimul verəndə həvəslənir, motivasiya alır, düzdür, həvəslənir. Cəza verdikdə isə əlbəttə ki, o nə edəcək? Həvəsdən düşəcək, motivasiyası aşağı düşəcək. Xarici motivasiya xarici faktorlardan, tərifdən, cəzalandırmaqdan, mükafatlardan asılıdır. Nurlana müəllimə, münasibətlərin idarə olunması. Münasibətlərin idarə olunması da deyəndə müəllimə,
Yaxın sosial məlumatlılığı deyirsiniz müəllimə, yoxsa Sosial məlumatlılıq 4-cü mərhələdir. Empatiya, düzdür? Yaxşı neynə? Empatiya mərhələsini izah elə. fərqi yox müəllimə? Yo, buyur. Empatiya ilə adından görüldü. Yəni Özünü onun yerinə qoyur. Özünü kiminsə yerinə qoymaq. Elə bir məsələ, biz insanlar elə bir varlıqdır ki, onlar heç vaxt sir saxlamağı bacarmırlar. Nə qədər istəsələr sir saxlasınlar, bədən hərəkətləri ilə, emosiyaları ilə, yəni bunu deyirlər. Orada məsələn, deyir ki, sən sözü planşetə çatdırmaqla, orada sənin davranışın, məsələn, sən özünü onun yerinə qoyarsanmı, sənin davranışında məsələn, sən özünü necə hiss etdin, sən onun yerində olsaydı nə qayrardın, yəni hamısı bir-birindən empatiya. Yəni özünü başqasının yerinə qoyub, onun bütün xarakterini, davranışını, hərəkətini elə bilirsən ki, özünün kimi elə davrana bilərsən. Yəni empatiya. Bəli. Günəş müəllim. Ən çox müəllim uşaqları tanımaq üçün ən çox videolarından istifadə edir ki, onlar görək bir-birlərini nətəri sevirlər, bir-birlərinə nətəri kömək edirlər, hobbiləri nətərdir, hansı filmdir, hansı cizgi filmidir, bunları izləyir. Yəni özünü bir növ şagirdin yerinə qoyur, sonra dərsi ona görə də tətbiq edir. Bəli. Günəş müəllim, münasibətlərin idarə olunması. Yəni burada münasibətlərin idarə olunması, bunun elə bir ki, mən o formal düşüncə tərzi kimi götürürəm. Ən elə bir ki, üstün ali mərhələsi hesab edirəm də. Mən zənnimcə, kimisə elə bir ki, burada günahlandırır. O belə etməsəydi belə olmazdı. Bəlkə mən düz eləmirəm. Elə bir ki, o yuxarıda sadaladığımız iki oğlan dalaşır. Bu digəri bu münasibətlərin idarə edilməsi o fikirləşir ki, bəlkə mən düz başa düşməmişəm. Belə etməsəydim, gərək onu günahlandırmazdım. Necə deyərlər, kimisə elə bil ki, günahlandırır da burada. Burada, məsələn, istiqamətləndirici suallar verirlər. Sonra dəstəkləyici mühit yaradılır burada. Məsələn, deyir ki, səncə da sənin fikrincə bir-birinizi yaxşı başa düşdünüzmü? Burada necə deyərlər? Bəli, yəni burada başqalarını anlamağı da, yəni düzgün münasibət qurmaq burada, anlamaq, düzgün münasibət qurmaq, bu elə münasibətlərin idarə edilməsinin açar məqamıdır. Bəli. Yəni özün günahlandırır da burada. Bəli. İstəmir ki, kiminizə dalaşsın, günahkar çıxartmır digər yoldaşını. Başa düşməyə çalışır. Düzdür. Nurlana müəllimə. Bəli, müəllimə. Nurlana müəllimə, şagirdlərdə emosional intellekti necə formalaşdırarıq? Müəllimə, şagirdlərdə emosional ünsiyyəti, məsələn, məktəbdə, tədbirlərdə, nə bilim, ünsiyyət zamanı, yəni müəllim insanı kəşf etdiyi zaman şagirdlərdə emosional intellekti üzə çıxartmaq olur. Bəli, təlimi yaxşı qurmalıyıq, şagirdlərlə ünsiyyətdə olmalıyıq. Yəni onların özünü ifadəyə şərait yaratmalıyıq ki, şagird öz fikrini, özünü ifadə etməyi formalaşsın, öz sözünü deyə bilsin. İstedadlarını, potensiallarını yüksək olan şagirdləri üzə çıxarmaq, onlarla iş görmək, yaradıcı yanaşmağı dəstəkləmək. Bütün bunlar emosional intellekti formalaşdırır, inkişaf elətdirir. Şagirdi bir şəxsiyyət kimi yetişdirmək. Bəli. Günəş müəllim. Bəli, müəllimə. Dedik ki, emosional intellekt kimə lazımdır, nə zaman lazımdır? Belə bir sual olunarsa nə cavab verərik? Burada elə bir ki, burada həm şagirdlər üçün, yoldaşları üçün, müəllim, valideyn üçün
Bunlar lazımdır da. Ünsiyyət qurmaq lazım. Məsələn, uşaq deyir, müəllimi sevmirsə, o həmən müəllimin dərsini oxumur və yaxud da o müəllimin sözünə qulaq asmır. Bəli. Yəni şagirdə də lazımdır, müəllimə də, valideynə də. İnsanlar bir-birinin düzgün ünsiyyət qurması üçün imkan yaradır. Əhsən, düzdür. Müəllimin özü üçün də vacibdir, həm də düzdür. Bəli, bəli. Bəli. Nurlana müəllimə. Bəli. Nurlana müəllimə. Robert Garnier'in nəzəriyyəsi Bəli, bəli, necə bəli. adlanır? 9 addımı var müəllimə. Bəli, 9 Məsələn, addımı var. şagirdi bəli dərsə cəlb etməkdir. Sonra təlim nəticəsini elan etməkdir. Əvvəlki bilikdən indi keçdiyimiz biliyi bir-biri ilə stimullaşdırmaq, Aha. yəni əlaqələndirməkdir. Dərsin mövzusunu təqdim etməkdir, öyrənməni təmin etmək, bacarıqları, şagirdin nə bildiklərini, nə öyrəndiklərini tətbiq etməkdir. Sonra əks əlaqə qurmaqdır. Sonra təlim nəticəsini reallaşdırmaqdır, bir də möhkəmləndirmək lazım. Keçdiklərini möhkəmləndirmək. Reallaşdırma səviyyəsini müəyyənləşdirməkdir. Reallaşdırma səviyyəsini müəyyənləşdirmək, bir də informasiyanı möhkəmləndirmək, bacarıq. Və nəzəriyyənin adı nə oldu? Öyrənmənin şərtləri nəzəriyyə. Ay, sağ ol. Öyrənmənin şərtləri nəzəriyyəsidir, düzdür. Günəş müəllim. Bəli, müəllimə. Öyrəniləcək informasiyanın aktuallığını, həyatda haradan necə istifadə olunacağını göstərmək, şagirdlərdən təlim nəticələrini anlayıb anlamadıqlarını soruşmaq, şagirdlərdən nə əldə etmək istədikləri ilə maraqlanmaq. Bu hansı addıma aiddir? 8-ci addım təlim nəticəsinin reallaşdırma səviyyəsini müəyyənləşdirmək. Öyrəniləcək Elan informasiyanın etmək. aktuallığını. İkinci. Ay, sağ ol, düzdür. İkinci addımda. Nurlana Bəli, müəllimə. Nurlana müəllimə. Nurlana müəllimə, Bəli. eşidirsən? Eyni informasiyanı müxtəlif formada təqdim etmək olar. Təlim nəticələrinə nail olmaq üçün düzgün metoddan istifadə etmək. Məsələn, əgər mövzu ilk yardımın göstərilməsidirsə, bununla bağlı video çarx nümayiş etdirmək, əyani şəkildən, simulyasiyalardan istifadə etmək olar. Orada bəli, təqdim etmək deyəndə mənim məsələn eyni informasiyanı təqdim etmək olanda əlbəttə ki, açar sözü ilə dərsimizin içində olduğuna görə dərsin mövzusunu təqdim etmək olar. Dördüncü addım. Əhsən, düzdür. Günəş müəllim. Bəli, müəllimə. Əlavə resurslarla təmin etmək, tapşırığı yerinə yetirə bilməsi üçün şagirdə istiqamət vermək, lazımı məqamda dəstək göstərmək, qiymətləndirmə Öyrənməni təmin etmək. Əhsən, düzdür, öyrənməni təmin etməkdir. Nurlana müəllimə. Bəli. Əvvəlki biliklərlə bağlı sual vermək, əvvəlki mövzulara istinad etmək, bugünkü mövzu ilə əlaqələndirmək hansı addımdır? Bəli, müəllim, elə bilik və bacarıqları təmin etmək. Stimullar. Əvvəlki Əvvəlki təlimdə qazanılan bilik və bacarıqlar. Bəli, bəli, əvvəlki qazanılmış, bəli, üçüncü addım. Günəş müəllim. Açar söz axtarılır. bəli, müəllimə. Bu mərhələdə şagirdləri yönləndirmək lazımdır ki, bilik və bacarıqlarını həyatda şəxsi yanaşma ilə müxtəlif şəraitlərdə tətbiq etsinlər. Müxtəlif anlayışlar arasında konseptual əlaqəni tapsınlar. Görülən işlər mümkün dərəcədə yaradıcı olmalıdır. Şagirdləri yoran mexaniki təkrar prosesinə çevrilməməlidir. Bu hansı addımdır? Bu elə bir ki, uşağın işinə əks əlaqə qurmaqdır. Əks əlaqədə qiymətləndirmə meyarlarını əvvəlcədən elan edirik. Şagirdə spesifik konstruktiv rəy veririk. Fəaliyyətini dəstəkləyirik, uğurlarını vurğulayırıq. Anında rəy veririk.
Bax, Bilik əks bacarığının tətbiqini təmin etmək. Nurlana müəllimə, sən necə deyərsən? Bəli müəllimə, mən də indi dediyinizi deyirsiniz müəllimə. Yox, əks əlaqə qurmaq əlaqəni haqqında dedim ki, bax, Günəş müəllim dedi əks əlaqədir. Dedim, əks əlaqədə bunlar var. Qiymətləndirmə meyarını əvvəlcədən elan edirik. Konstruktiv rəy veririk, vaxtında rəy veririk, onun uğurlarını dəstəkləyirik. Bu əks əlaqədir. Amma mənim dediyim tam bir başqa addımdır. Və dedim ki, bu addımda şagirdləri yönləndirmək lazımdır. Bilik bacarıqlarını həyatda şəxsi yanaşma ilə müxtəlif şəraitdə tətbiq etsinlər. Müxtəlif anlayışlar... Bilik bacarığını təmin etməkdə. Ay sağ ol, tətbiq etmək. Aytən müəllim, siz nə deyirsiniz? Bu informasiyanı möhkəmləndirmək və bacarığa çevirməkdir. Deyir, burada şagirdləri yönləndirmək lazımdır ki, bilik və bacarıqlarını həyatda şəxsi yanaşma ilə müxtəlif şəraitlərdə tətbiq etsinlər. Müxtəlif anlayışlar arasında konseptual əlaqəni tapsınlar. Görülən işlər mümkün dərəcədə yaradıcılı olmalıdır ki, şagirdləri yoran mexaniki təkrar prosesə çevrilməməlidir, yaradıcı olmalıdır. Yaradıcıdırsa 9-cu addımdır. İnformasiyanın möhkəmləndirilməsi bacarığı. İnformasiyadır. Nurlana müəllimə. Bu addımda şagirdlərin praktik məsələlərə cəlb olunması əsas şərtdir. Sinifdə şagirdlərə bilik bacarıqlarını tətbiq etməyə şərait yaradan situasiyalar verilməlidir. Bu şəraitdə onlar bilik bacarıqlarını tətbiq edərkən qazandıqları bilikləri daha yaxşı dərk etməyə, anlamağa, bacarığa çevirməyə imkan qazanacaqlar. Bəli müəllimə, elə adından göründüyü kimi bilik və bacarıqları tətbiq etmək. Əhsən, düzdür. Günəş müəllim. Gözlənilən təlim nəticələrinə çatıb-çatmadığını yoxlamaq üçün hər hansı bir fəaliyyət aparılmalıdır. Təlimin sonunda refleksiya etmək lazımdır, təlim məqsədləri ilə müqayisə aparmaq lazımdır, müxtəlif qiymətləndirmə vasitə və üsullarından istifadə etmək lazımdır, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirməni təmin etmək lazımdır. Təlim nəticəsinin reallaşdırılma səviyyəsinin müəyyənləşdirilməsi 8-ci addım. Əhsən. Müqayisə, refleksiya, müqayisə buradadır. Nurlana müəllimə. Nurlana müəllimə. Bəli müəllimə. Nurlana müəllimə. Bəli müəllimə. Lawrence Kohlbergin nəzəriyyəsi necə adlanır? Müəllimə, o konversiyonal, prokonversiyonal, postkonversiyonal. O səviyyələrin düzdür. Prekonvensional səviyyəsi var, konvensional, postkonvensional. Və nəzəriyyənin adı nədir? Mənəvi inkişaf. Əhsən, mənəvi inkişafdır. Düzdür. Mənəvi inkişafdır. Yaxşı, Günəş müəllim. Prekonvensional səviyyənin mərhələləri hansılardır? Müəllimə, postkonvensional dediniz. İtaət və cəza individualizm. İtaət və cəzada nə deyir? Burada elə bir ki, qayda qanunları qəbul edir, cəzadan qorxur, qoyulmuş qayda qanunundan qorxur da, yəni pozmur. Cəzadan qorxur. Bəs individualizm də? İndividualizm də şəxsi maraqlarını qoruyur, ancaq özünü düşünür da, şəxsi maraq. Düzdür. Nurlana müəllimə. Konvensional səviyyənin mərhələləri hansılardır? Müəllimə, qəbul olunma bizə səlahiyyət və sosial nizamın qorunması. Qəbul olunmada nə deyir? Bəli, qəbul olunmada deyir ki, məsələn, kimsə bir-biri ilə dalaşırsa, bu uşaq deyir ki, yox, qoy mən bu işə qarışmayım, qoy hamı məni yaxşı bir adam bilsin da. Yəni, burada ancaq özünün şəxsi gözləyir da, öz yanaşmasını nəzərə alır ki, qoy məni hamı yaxşı bilsin. Başqasının fikrini əsas götürür ki, məni yaxşı qəbul etsinlər. Bəli, cəmiyyət tərəfindən qoy yaxşı qəbul olunur.
Cəmiyyət bu işə necə baxar? Mən qoy bunu etməyim, qoy Ay, yaxşı desinlər mənə. Günəş müəllim. Amma sosial, Hə, amma Nurlan müəllim. səlahiyyətlə Aha. Amma sosial və səlahiyyət və sosial nizamın qorunmasında isə bunun tam əksidir. Elə bil burada deyir ki, məsələn, qoy cəmaət mənə deyir desin, amma mən bunun sosial nizamı qoruyum. Bəli. Günəş müəllim. Bəli, müəllimə. Postkonvensional səviyyənin mərhələləri hansılardır? Burada sosial müqavilədir, bir də universal etik prinsiplərdir. Sosial münasibətlərdə elə bil ki, necə deyirlər? Məsələn, insanlar razıdırsa, Ədalət, dəyər, cəmiyyət. bəli, Bunlar lazımdır. bəli. Universal etik prinsiplərdə də ki, ancaq belə canlı aləmin canlı aləmin ən yaxşı tərəfini fikirləşir də burada. Universal etik prinsipdə də. Bəli. Ən yaxşı tərəfin, ən üstün səviyyəsidir bu. Düz. Nurlan müəllim. İncitmir, insanların qəlbinə dəymir. Düşüncə tərzi nəzəriyyəsi kimin oldu? Karl Dweck'in oldu müəllimə. Bəli, Karl Dweck'in oldu. Onun düşüncə termini neçə hissədən ibarətdir? Açıq və qapalı düşüncə tərzi 2 hissədən ibarət. Ay, sağ ol, düzdür. Düşüncə tərzi. Hansında çətinliklərdən qorxmur, səhvlərdən öyrənir, rəylərə qulaq asır, nəticə çıxarır. Açıq düşüncə tərzidir. Ay, sağ ol. Amma qapalı çətinliklərdən qorxur, risk eləmir, bacarmıram deyir. Həmişə kiminsə gözündə zəif görünməkdən qorxur. Ya müəllimin gözündən düşməkdən qorxur ki, birdən bunu bilmərəm. Yəni müəllim deyər ki, hə, yox bilmədin. Yəni qapalı düşüncəli. Amma o birisi hər şeyə başını soxur. Hara istəyir gedir, hər şeyə marağı var. Ancaq istəyir ki, öyrənsin, çalışsın. Bilmədiyini də deyir ki, bilmirəm demir. Deyir, hələ ki bilmirəm. Hələ ki məktəbə qəbul olmamışam, inşallah olaram. İnşallah. Günəş müəllim. Günəş müəllim. Bəli, müəllimə, bəli. Günəş müəllim, bax bu açıq dedi ki, Karl Dweck deyir ki, şagirdləri açıq düşüncə tərzində formalaşdırmaq olar. Bunun üçün hansı strategiyalardan istifadə etmək lazımdır? Süngər metodun misal çəkir ki, yəni heç nə daş üstündə yazılmayıb. Beynimiz elastikdir də. Düzdür. Oxuduqca genişlənir, yekədə böyüyür, məlumatları qavrayır. O süngəri misal çəkib ki, əgər biz süngəri su dolu qabın içinə atsaq, o suyu canına çəkir, böyüyür, yekəlir, genişlənir. Onu sudan çıxardandan sonra quruyur, balacalaşır. Beynimiz də yəni elədir. Ona məlumat verdikcə, oxuduqca insanın elə bir ki, düşüncə tərzi, məsəl üçün, qapalı düşüncə tərzindən açıq düşüncə tərziyə keçə bilir də. Oxuduqca, əlavə məlumat topladıqca insanlar inkişaf edir. Açıq düşüncə tərzi formalaşır insanlarda. İkinci strategiya nədir? Bəs. İkinci strategiyada bu hansıydı? Risk götürmək, öyrənmək üçün. Bəli, risk götürmək, öyrənmək, bəli. İnsan deyir, səhv etdikcə öyrənir də, səhvlərimizdən öyrənməliyik. Məsələn, səhv edəndə qorxmamalıyıq, çəkinməməliyik, geri durmamalıyıq da. İnsan öz səhvlərinin üzərində öyrənir. Bir də qiymət verəndə, uşaqlara deyir, qiymət verəndə deyir, onlara yaxşı emosional rəy vermək lazım deyil. Emosiyalara əsaslanan rəy vermək lazım deyil. Bu emosiyalara əsaslanan rəy özü də uşaqları qapalı düşüncə tərzinə aparır. Uşaqlara rəy verəndə anındaca, məqamında, yerində rəy vermək lazımdır. Əhsən, düzdür müəllimə. Bir də müəllimə, qapalı düşüncə tərzi bu vaxt
gözləmə vaxtının verilməsi də uşaqları qapalı düşüncə tərzinə aparıb çıxardır. Məsələn, şagirdə deyir gözləmə, sual verəndə ona gözləmə vaxtı da vermək lazımdır. Gözləmə vaxtı verməyəndə uşaq qapalı düşüncə tərzinə keçir. Çünki deyir, fikirləşir ki, müəllim mənim cavabımı gözləməyəcək də, məndən daha da yaxşı bilən birinə sualı ünvanlayacaq. O gözləmə vaxtı verilmədikdə də qapalı düşüncə tərzinə keçir insan. Əhsən. Nurlana müəllimə. Bəli, müəllimə. Sosial inkişaf nəzəriyyəsi, yaxın inkişaf zonası kimin nəzəriyyəsidir? İşte Karl Dweck, yox, Vygotsky. Bəli, Lev Vygotsky, düzdür. Vygotsky, bəli. Zehni inkişafı əsasında sosial münasibətlər durur. Fikrini kim deyirdi Nurlana müəllimə? Əsasında zehni inkişaf Piaget deyirdi müəllimə. Zehni inkişafın əsasında sosial münasibətlər durur. Lev Vygotsky. Bəli. Amma Bəli, uşaqların bəli. zehni inkişafı mərhələlərdə baş verir. Bəli, bəli. O da Piaget deyir. Düzdür. Günəş müəllim, uşağın əvvəlcə zehni inkişafı formalaşır, sonra öyrənmə baş verir. Bunu kim deyir? Zehni inkişaf, bu Piaget deyir bunu. Düzdür. Nurlana müəllimə, öyrənmə inkişafdan əvvəl gəlir. Vygotsky deyir. Bəli, inkişaf öyrənmədən əvvəl gəlir. Piaget. Düzdür. Günəş müəllim, uşağın zehni inkişafı müəllimlər, yoldaşları ilə daha bilikli başqası ilə ünsiyyət zamanı baş verir. Bunu Vygotsky deyir də, deyir, yəni uşaq sosiallaşdıqca deyir, elə bir ki, özündən daha bilikli birinin yardımına ehtiyacı var. Vygotsky. Düzdür. Nurlana müəllimə, uşağın zehni inkişafı ətraf aləmi kəşf etdiyi zamanı baş verir. Bəli, müəllimə, Piaget. Düzdür. Hər ikisinə oxşar cəhət nədir, Nurlana müəllimə? Uşaq oyun oynayarkən öyrənir. Düzdür. Uşaq oyun oynarkən hər ikisində oxşar cəhət odur, göstərir. Amma biz tərəfdə uşaq oyun oynamır. Bizim tərəfdə uşaqlar oyun oynamır. Binamızın yaşlı sakinləri uşaqları oynamağa qoymur. Top oynamayan başım ağrıyır, pəs eləməyən başım ağrıyır, ayna qaşmayan başım ağrıyır, səsiz möhkəm. Maşına dəyir, maşına. Ay sağ ol, inanırsınız ki, uşaqlar bir-birləri ilə dalaşırlar. Məsələn, mənim uşaqlarımın nənəsi babası yox. Biz tək yerdə, amma qonşunun uşağının nənəsi var. Mənim uşağım sən kimi bu zərər yox, amma ki, mənkinə qaytarmasın. Artıq qırğın düşməlidir. Amma sən nənəli babalı törəmsən. Yəni, uşaqlar asla oynama yoxdur. Uşaqlar qumda oynama yoxdur. Yağışda havada çölə çıxdı yox. Müəllimə, bizim bina tamamilə belə uşaqlarımız elə bir ki, itdən asılı vəziyyətdədir. Amma vaxt var idi bizdə. Həqiqətən kənd yerində biz rayonda olurduq da kənddə. O palçıqdan da oynuyorduk, dalaşırdıq, vuruşurduq. Bir dənə valideynin bizdə xəbəri yox idi. Evə də gedirdik ki, daha şirpas içində. Amma indi uşağı nətər düşürdürük, yerlə də çıxır yuxarı. Yazıq uşaq oyun oynamır. Nə bilsin daha uşaq? Nə həyatın ləzzətini görsün? Günəş müəllim. Müəllimə, Piaget ilə Lev Vygotsky'yi sizin tərəfə göndərmək lazımdır. Günəş müəllim. Zehni inkişafın mərhələləri kimin nəzəriyyəsidir dedik? Jean Piaget'in. Düzdür. 2-7 yaş hansı mərhələdir? 2-7 yaş ilkin əməli mərhələsidir. İlkin əməli mərhələsinin xüsusiyyətləri nədir? İlkin əməl, burada elə bil ki, egosentrik düşüncə formalaşır. Burada oyun oynamağa meyilli olurlar. Məsəl üçün, sayarkən barmaqlarından istifadə edirlər. Rəngləri seçə bilmirlər. Elə bilirlər ki, elə bütün rənglər qırmızıdır. Məsələn, itlərin cinsini seçə bilmirlər burada.
Bir də ən çox oyun oynamağı xoşlayırlar bu mərhələdə. Bir də egosentrik olurlar da, egolu olurlar. Məsələn, mənim anamdan başqa ana yoxdur. Ən yaxşı ana mənim anamdır. Bir də ən hündür insan elə bilirlər ki, ən yaşlı insandır. Məsələn, it hürdü, quş uçdu. Elə bilirlər ki, it hürən kimi quş uçur. Məsələn, onlar dəllərlikdən də, saç kəsdirməkdən qorxurlar. Elə bilirlər ki, da belə olurlar. Nurlana müəllimə. Bəli. 7, 11, 12 yaş neçənci mərhələdir? Hansı mərhələdir? Bəli, 7, 11, 12 yaş deməli müəllimə formal əməlidir. Amma 7, 11 yaş konkret əməli mərhələdir. İndi mən hansındayım? Bəli, 7, 11, 12 yaş. Yəni bu mərhələdə olan uşaq. Konkret əməl. 7, 11, 12 konkret müəllimə. Məsələn, bu uşaqlar da induksiyadır müəllimə. Sonra qruplaşdırma, bunun açar sözlərini mən deyirəm da. Sonra abstrakt və hipotetik. Sonra naturalistlik, heyvan, gül, çiçək, nə bilim, yəni bunlar, rəng, bunlardan ibarətdir. Sonra məntiqi düşünür, həmişə məntiqi düşünür. Sonra sistemli, sonra fərqləndirməyi bacarır, hər bir şeyi fərqləndirməyi bacarır. Abstrakt, hipotetik hansı mərhələdə düşünür uşaq? Nurlana müəllimə. Müəllimə, elə ikisində də düşünür, abstrakt hər ikisində var. Tək bir dənə abstrakt məsələn formal əməldədir, amma abstrakt və hipotetik olanda elə konkret ikisi də konkretlənir. Yəni abstrakt anlayışlardır, hipotetik və mücərrəd anlayışı konkret olaraq biz formal əməli mərhələsinə götürürük. İnduktiv düşünmə, məntiqi düşünmə yaranır. Məsələn, biz deyəndə konkret əməllərdə götürürük. Amma hipotetik mücərrəd düşünməni tam götürürük formal əməli mərhələsində. Məsələn, formal əməli mərhələsində... Abstrakt deyil da, müəllimə, ha? Abstrakt konkretə aid deyil, ha? Mən niyə bəs bunu? Yox. Abstrakt düşünmədir, mücərrəd anlayışlar haqqında fikir yürüdə bilmək formal əməli dövründədir. Amma düzdür, məntiqi düşünə bilir konkret əməli dövründə, induktiv düşünür. Deduktiv düşünmə yoxdur. Deduktiv düşünmə formal əməli mərhələsindədir. Bəli, çox tamam. Saadət müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllim. Biraz gecikdim, mən o bir dərsdəydim. Buyurun müəllim. Təkrar soruşuram, hə, Saadət müəllim. Hə, hardasınız bilmədim heç. Biz elə nəzəriyyələri təkrar edirik. Hə. Sizdə ixtisas Saadət müəllim fizikadır? Bəli, müəllimə. Hə, fizika. Howard Gardnerin nəzəriyyəsi Saadət müəllim necə adlanır? Çox növlü zəka. Bəli, çox növlü zəka adlanır, düzdür. Zəkanın neçə növünü müəyyənləşdirildi? 8 növünü. Bəli. Verbal lingvistik. Zəka çoxdur, prosta bu indi bəlkə 9 da olur, bəlkə bəzən görsən. Prosta bu özünün nəzəriyyəsində 8-in verir. Verbal lingvistik, məntiqi riyazi, məkan vizual, bədən kinestetik, musiqi, ritmik, sonra şəxslərarası, fərd daxili, bir də naturalist. Düzdür. Günəş müəllim. Günəş müəllim. Bəli, müəllimə, bəli. Təlim nəticələrini hazırlamaq üçün hansı texnikadan istifadə edirik? Smart. Smartın sırası nədir? Spesifik olmasıdır, dəqiq və aydın olmasıdır. Başa düşüləndə də dəqiq və aydın. Bəli. Nurlana müəllimə, bəması nədir? Bəli, müəllimə. Nə müəllimə? Bəli. Bəli, müəllimə. M deyəndə məsələn ölçülə bilən olmalıdır. Hər hansı bir şeyi, yəni metr kimi götürürlər, ölçülə bilən olmalıdır. Yəni təlim nəticəsi elə müəyyənləşdirilməlidir ki, nəzərdə tutulan bilik və bacarıqlar orada qiymətləndirə bilsin. Yəni ölçülsün. Düzdür.
Səadət müəllim, Bəli, müəllim. Smartın A'sı nədir? A'sı müəllim, bu deməli nə çox çətin olmalıdır qoyulmuş hədəfə çatmaq üçün. Çətin nə asan olmalıdır, nə çətin olmalıdır ki, şagird çalışaraq bunu əldə edə bilsin. Ona görə də qoyulmuş tələblərə hədəfə çatmaq üçün ümumi bir çətinlik olmayan və elə də asan olmayan Aha, məqsəd olmalıdır. düzdür. Günəş müəllim. Günəş müəllim. Aytən müəllim. Aytən müəllim. R'sı nədir? Cavab vermək istəmir Aytən müəllim. Aytən müəllimi bayaq soruşdum, mikrofonu Tamam açın. müəllim, axşamı xeyir. Axşama xeyir. Uşaq yanımda tək qalıblar. Ona görə Aha, Bəli. buyurun Aytən. Buyurun. müəllim. Günəş müəllim, R'sı nədir Smartın? Real imkanların olmasıdır. Real imkanların olması, resurslar, öyrənmə mühitini nəzərə alaraq ağlabatan şəkildə, real ağlabatan şəkildə olması, çıxarılması. Düzdür. Tutaq ki, məndə xəritəm Real imkan. xəritəm varsa, yəni yazacağım xəritədən istifadə elədim. Düzdür? Bəli, o ağıllı lövhədən istifadə Yəni edib. ağıllı lövhəm yoxdursa onu yazmayacağam ki, ağıllı lövhədən istifadə elədim. Xəritəm varsa elə xəritəni gətirib asacağam, göstərəcəm, onu da yazacağım. Onun əsasında nəticəmi həyata Bəli, sonra bu keçirəcəm. proyeksiya aparatları var, onlardan istifadə. Bəli. Nurlana müəllimə, T nədir? Bəli müəllim. Bəli, T da time. Time da bilirik ki, vaxt deməkdir. Məsələn, müəyyən vaxt müddətində hər hansı bir təlim nəticəsini nəzərə almaqdır. Bəli. Nəzərə Səadət alınır hər hansı müəllim. bir şey. Bəli, müəllim. Dərsin təlim nəticələri ilə bağlı tez-tez səhvə yol verilir. Bu səhvlər hansılardır? Hə, müəllim. Burada alt standartların özünün təlim nəticəsinin götürülməsi müəllimlər bəzən səhv edirlər. Müəllim, Səadət Neçə müəllim. standart götür. Səadət Bəli. müəllim. Amma indi bu Bəli. 2024 tamində deyir ki, alt standartın özünü təlim nəticəsi kimi götürə bilərik. Çünki alt standartlar öyle verilmişdi ki, sadələşdirilmiş çoxu, hamısını yox ha. Çoxu o qədər sadələşdirilmiş formada verilib ki, bizdə elə təlim nəticəsi çıxarmaq. Təlim nəticəsini yazmaq olar, hə, təlim nəticəsi. Bəli, əvvəlki dövrdə amma deyirdi ki, götürə bilmərik. Amma indi deyirik ki, o qədər sadə formada verilib ki, çoxu. Onun çoxunu götürə bilərik. Sonra Sonra bir dərs üçün həddən artıq təlim nəticəsi yazılmağı düzgün deyil. Məsələn, 2 dənə 3 dənə təlim. Biz 45 dəqiqə ərzində 3-dən çox təlim nəticəsini necə reallaşdıra bilərik? Ona görə də əsas budur ki, reallaşdıra biləcəyin qədər təlim nəticəsi götürməlisən də belə. Sonra təlim nəticəsini şagirdlərə bildirmək lazımdır. Əvvəlcə elan etmək lazımdır ki, şagird bilsin ki, bu təlim nəticəsində şagird elmi ki, öyrəndiyi, nə bilim, deyim, aydınlıq gətirsin də, öyrənəcəyi şeyə aydınlıq gətirsin ki, nəyi biləcək. Bəli, mən dərsin sonunda əldə nə edəcəm? Nə qazanacağam? Əldə ediləcək. Bəli. Bir də təlim nəticəsində çox mürəkkəb şəkildə yazılmasıdır. Bəzən çox mürəkkəb şəkildə yazılır. O da şagirdlərin yanlış hazırlamasına səbəb olur. Sonra feillərin statik olmasıdır. Məsələn, bilir, bacarır, görür. Bunları açmaq lazımdır hamısı. Bəli, dinamik feillərdən istifadə etməliyik ki, bunlarda Bloom taksonomiyasının mərhələlərinə aid olan feillərdir ki, biz həmin feillərdən istifadə edib təlim nəticəmizi qurmalıyıq. Bir də müəllim mərkəzli olmasıdır. Biz eləməliyik ki, məsələn, müəllim bəzən şagirdin nə edəcəyini yox, nə edəcəyini köklənir. Amma əslində o şagirdin öyrənəcəyini köklənməliyik. Nəyi öyrənəcək? Düzdür. Günəş müəllim? Bəli, müəllim. Günəş müəllim, biliyin hansı növləri var? Biliyin metakognitiv bilikdir, faktoloji bilik, konseptual, bir də riyazi məntiqlə əlaqədar prosedural. Düzdür. Nurlana müəllimə? Bəli, müəllim. Bacarıqlar, alqoritmlər, texnika metodlar, bunlar hansı biliyə aiddir? Elə prosedural.
Əhsən. Prosedura. Saadət müəllim. Təsnifat, Bəli, müəllimə. kateqoriya, prinsip, ümumiləşdirmə, nəzəriyyə, model, struktur. Prosedura. Təsnifat, kateqoriya, prinsip. Hə, konseptual. Əhsən, düzdür. Günəş müəllim. Bəli, müəllimə. Cümlənin sintaktik təhlilini bilmək. Sintaktik təhlili bilirik. Prosedural. Düzdür. Nurlana müəllimə. Bəli. Nitq hissələrinin təsnifatının izahını vermək. İzahı verirsəm müəllimə, bu faktoloji bilikdir. Konseptual. Konseptual nitq hissələrinin təsnifatını. Təsnifatlar. Saadət müəllim. Bəli. Bəli, müəllimə. Ədəbi cəryanların xüsusiyyətini bilmək. Ədəbi cəryanların xüsusiyyətini bilmək. Konseptual. Terminoloji. Ay, hə, terminoloji. Hə. Terminoloji. Hə. Yəni Günəş müəllim. Bəli, müəllimə. Günəş müəllim. Müşahidə bacarığı, təhlil etmə bacarığı, nəticə çıxarmaq bacarığı, ünsiyyət qurmaq bacarığı, problemi həll etmə bacarığı hansı təfəkkürdə idi? Problem həll. Məntiqi təfəkkür. Nurlana müəllimə, sən nə deyirsən? Müəllimə, bir də deyin sualı zəhmət olmasa. Müşahidə bacarığı, təhlil etmə bacarığı, nəticə çıxarmaq bacarığı, ünsiyyət bacarığı, problemi həll etmə bacarığı. Nəticə. Müəllimə, məntiq olacaqlar bu da. Məntiq xətalarımız var. Ünsiyyət deyil. Məntiq xətalarımız var. Düzdür. Sonra məntiqin düşünmə formaları var. Biz axı siz diqqətli olun da. Saadət müəllim, sən nə deyirsən? Bacarıqdan söhbət gedir, yoxsa bilikdən söhbət gedir? Təfəkkürdən söhbət gedir ki, biz orada təfəkkürdən. dedik hansında idi ki, müşahidə bacarığı, təhlil etmə, nəticə Tənqidi çıxarma. təfəkkürdə etmək. Bəli, Tənqidi təfəkkürdə olan bəli, tənqidi tənqidi təfəkkürdür ki, bu hansı ki tənqidi təfəkkürü formalaşdırmaq üçün lazım olan bacarıqlardır. 5 bacarıq idi. Müşahidə bacarığı, təhlil etmə bacarığı, nəticə çıxarmaq, ünsiyyət qurmaq, problemi həll etmə bacarığı idi. Günəş müəllim. Bəli, müəllimə. Günəş müəllim, problemin həll etmənin yollarını de. Problemi həll etməyin yolları. Bəli. Birinci problemi elə bil ki, müəyyən edirik, plan hazırlayırıq, sonra onu həyata keçiririk. Sonra Həyata keçirəndən sonra da onu tətbiq eləyirdik deyəsən. Belə yoxlayırdıq da dəyərləndirir, sınaq. qiymətləndiririk də. Harda nöqsan qaldı, harda çatışmamazlıq var. Bəli. Nurlana müəllim. Nəticəni. Bəli. Bəli. Nurlana müəllim, məntiq xətaların de. Məntiq xətaları müəllimə. Bəli. Boş adam xətası. həddini artıqlaşdırma. Bəli. Özünü bənzətmək. Özünü bənzətmək, sirkulyar arqumenti. Şəxsi qərəzlik. Özünü bənzətmə, cəmiyyət tərəfindən qəbul olunur. Mənalı danışmaq, boş adam, bəli. Düz. Bugünkü dərsimizi keçək müəllimlər. Keçək müəllimə, keçək. Müəllimə, sizin dərsdən sonra biz başqa da dərsə qoşuluruq Nurlana müəllimi ilə ikimiz. Orada biz bülbül kimi ikimiz cəhcəh vurduq. Müəllimə soruşdu ki, nə yaxşı aktiv müəllimlərdir var. Kimsə tanıdı orada bizi deyir ki, Sona müəllimən deyir, qrupundan gəlib bu müəllimlər. Müəllimlərin şahidi, müdafimlərdir. Belə müəttəl qaldıq ki, çaparaq bizi nətər tanıdılar. Məşhursuz da. Şəxsiyyətin Allah, yox, formaları. sana müəllimlər.
Bunlar bir Suha müəllimin şagirdləridir. Buna görə də belə cavab verirlər. Şəxsiyyətin formalaşdırılması və inkişafı deməli insan şəxsiyyətinin Təkrardan nə olacaq? Təkrarda. təkrardan İlham tapşırdım. nə olsa? Hə, ondan sonrakı dərsdə. Smartdan sonraki. Bəli. Deməli insan şəxsiyyətinin İnteraktiv təlim. bəli, Müəllimə, o sizdə yoxdur. Onu çəkib atarım. Hə, Hə, mən atarsan onu. Hə. Yaxşı. Yaxşı. Müəllimlər, başlayaq. Şəxsiyyətdən dedik ki, şəxsiyyət nədir? Şəxsiyyət kimi insanın formalaşması. Yəni biz Vygotsky'nin nəzəriyyəsində dedik ki, insan bir şəxsiyyət kimi sosial mühitdə formalaşır. İnsan sosial mühitdən kənarda bir şəxsiyyət kimi formalaşa bilməz. Çoxlar məsələn heyvanlar içərisində böyüyən uşaqlar tapılıbdır ki, tarixən həmin uşaqları götürüb tərbiyə edəndə fikir verirsən ki, nə qədər çatışmamazlıqlar olur. Sonradan onları formalaşdırmaq da çətin olur. Çünki o uşaq müəyyən bir yaş, 10 il, 15 il heyvanla böyüyəndə artıq o sosiallaşmır. İnsan bir şəxsiyyət kimi sosial mühitdə formalaşır. Və insanın bir şəxsiyyət kimi formalaşması, onun xüsusiyyətləri bir çox nəzəriyyəçilər, bir çox psixoloqlar tərəfindən aparılmış araşdırmalar. Məsələn, bu görkəmli psixoloqlardan Sigmund Freuddur, Jungdur, Eriksondur, Kohlbergdir, Isingdir ki, şəxsiyyətin formalaşması, inkişafı ilə bağlı fikirlər irəli sürmüş, öz əsərlərini yaratmış və müəyyən mövqedən yanaşmışlar. Tədqiqatçıların fikrincə şəxsiyyətin inkişafı daxili və xarici amillərlə şərtlənir. Daxili amillər dedikdə nə başa düşülür? Daxili amillər genetik, bioloji, fiziki, fizioloji amillər nəzərdə tutulur. Hansı amillər nəzərdə tutulur? Genetik, bioloji, fiziki, fizioloji amillər. Bunlar daxili amillərdir. Bu cəhətdən daxili amillər insanın şəxsi fəallığını, onun marağını, insanlarla ünsiyyət, münasibətlərini də özündə birləşdirir. Bəs xarici amillər deyəndə nə nəzərdə tutulur? Xarici amillər deyəndə isə fərdin mədəniyyətə sahibliyi, sosial-iqtisadi vəziyyət, ailə mühiti nəzərdə tutulur. Bu baxımdan xarici amillər ictimai mühiti, kollektivi, tərbiyəvi təsirləri də özündə birləşdirir. Pedaqogika və psixologiya elmində şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı 3 əsas konsepsiya vardı. Neçə konsepsiya vardı? 3 əsas konsepsiya vardı. Bioloji konsepsiya, sosioloji konsepsiya və biososioloji konsepsiya. Bioloji konsepsiyanın əsas nümayəndəsi Sigmund Freuddir. Sigmund Freud'a görə şəxsiyyətin təbii bir varlıqdır. Amma təbii varlıq olmaqla bütün davranışını anadan olandan özü ilə gətirir. Yəni burada insanın davranışları deyir anadan gəlmədir. Şəxsiyyətin davranışı bioloji təsir, instinktlərdən asılıdır. Yəni bu anadan gəlmə bütün insanın bir şəxsiyyət kimi formalaşmasını anadan gəlmək hesab edir. Amma sosioloji konsepsiyanın nümayəndələri isə insanın bioloji varlıq kimi qəbul edir. Saçındır, gözündür, dərisin rəngi deyir insan anadan gəlmədir. Yəni bioloji olaraq yaranır. Bu bioloji xasdır. Bunu qəbul edir. Amma deyir İnsan ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə tədricən sosiallaşmaq baş verir. Onlara görə uşaq anadan doğulduğunda ağvərək kimi doğulur. Onun xarakteri ətraf mühitin təsiri altında formalaşır. Bax, sosioloji konsepsiyanın nümayəndələri isə bu cür götürür. Həm anadan gəlmə xüsusiyyətləri götürür. İnsan deyir, bioloji varlıq kimi dünyaya doğulur, gəlir. Onun bioloji varlıq olaraq saçının, gözünün, dərinin rəngi
anadan gəlmə olaraq keçir. Məsələn, ailədə tutaq ki, 3 uşaq var. Deyirsən, biri qardaşıma oxşayır, biri baldızıma oxşayır. Məsələn, baxırsan, deyirsən, gözünün rəngi nənəmin gözlərinin rənginə oxşayır. Niyə? Anadan gəlmədir, genetikdir. Yəni, keçib bu xüsusiyyətlər. Eyni zamanda sosiologlar nə deyir? Deyir ki, insan cəmiyyətdə formalaşır, sosiallaşır, tədricən sosiallaşır. Bax, bunu birləşdirirlər. Amma biososial konsepsiyanın nümayəndələri isə əsasən Carl Jungdur, bunun görkəmli nümayəndəsi. Deyir ki, şəxsiyyətin formalaşmasında 2 faktorun olduğunu əsas götürürlər. Şəxsiyyət irsiyyətlə örtülür, sosial amillərin təsiri altında formalaşır. Başqa sözlə desək, sosial amillər deyirik ki, olmadıqda da genetik faktorun mövcudluğuna baxmayaraq əlamətlər formalaşır. İnsanın inkişafı, onun şəxsiyyət kimi formalaşması 3 başlıca amilin irsiyyət, mühit və tərbiyənin qarşılıqlı təsiri ilə həyata keçirir. İrsiyyət nədir? İrsiyyət odur ki, valideynlərindən uşaqlara müəyyən keyfiyyət və xüsusiyyətlər irsən keçir. Gözün rəngidir, saçın rəngidir, dərinin rəngidir, boydur, hündür boy, alçaq boy olmasıdır, səsdir, yerişdir, baxışdır. Yəni, bunlar genetik xüsusiyyətlərdir. Patoloji qüsurlardır. Yəni, genetik keçən xəstəliklərdir, şəkərdir, məsələn, ola bilər, genetikdir, yəni olan bir çox xəstəliklər vardır ki, bunlar da keçir. Yəni, irsiyyət şəxsiyyətin formalaşmasına təsir etsə də, amma deyir, aparıcı rol oynamır. Mühit dedikdə nə nəzərdə tutulur? Mühit dedikdə sosial və təbii mühit nəzərdə tutulur. Araşdırmalar göstərilir ki, sosial mühit şəxsiyyətin inkişafına bilavasitə təsir göstərir. Belə ki, insan gördüklərini, eşitdiklərindən daha tez qavradığı üçün ətrafında baş verənləri daha tez qavrayır, reaksiya verir. Bununla da onun müəyyən bacarıqları, vərdişləri formalaşır. Uşaq gözünü açır, evdə valideynlərini görür, ana necə iş görür, necə danışır, gülüşü necədir, yerişi necədir və yaxud da atanın hərəkətlərini neynir, təkrarlayır, eləyir, artıq formalaşır, o bacarıqlar formalaşır, vərdişlər formalaşır. Sonra da ailə mühiti ilkin öncədir, amma sonra verəcəm. Sonra isə verəcəm. Sonra isə deyirik ki, burada neynir? Məktəb mühiti gəlir ki, orada da insanlarla, müəllimlə, şagird yoldaşları ilə artıq burada neynir? Yeni bacarıq və vərdişlər qazanmış olur. Təbii mühit dedikdə ailə mühiti nəzərdə tutulur. Bura kiçik və məktəb yaşlı uşaqların inkişafı burada gedir. Tərbiyə dedikdə uşaqlarda dəyərlərin formalaşdırılması, mənəvi keyfiyyətlərin aşılanması, inkişafı nəzərdə tutulur. Antik dövrdə Platon filosof olubdur ki, deyirdi ki, insan düzgün tərbiyə edilərsə ən sakit ilahi məxluq, yanlış tərbiyə edilərsə heyvanların ən vəhşisi olur. Şəxsiyyətin formalaşmasında səmərəli yanaşmalardan da biri Carl Jung'un araşdırmasıdır. Bu yanaşmaya görə insanların ətrafındakı obyektlərə, insanlara, ümumilikdə fiziki, sosial mühitə münasibəti müxtəlif ola bilər. Bəzi insanlarda fiziki, sosial mühit onların üzərində müəyyən təsirə malik olduğu halda, digərlərin ətrafı onları idarə etməsinə imkan yaratmır. İnsanlar ətrafında müxtəlif informasiyalar qəbul edir. Lakin bu məlumat müxtəlif cür emal edir, qərarlar verirlər. Belə insanlar müəyyən geyimi alır, çünki o dəbdədir və hamı onu alır. Bəziləri isə dəbdə olan geyimi almır, çünki onlar düşünür ki, əgər hamı bu geyimi alırsa, hələ o demək deyildir ki, o ən yaxşısıdır. Bəziləri müəyyən çətinliklərlə rastlaşdıqda məqsədlərindən vaz keçirlər, çünki təcrübələrinə əsasən belə qənaətə gəlirlər ki, əgər bu yolla uğursuzluqla rastlaşıblarsa,
onlar növbəti cəhdlərində uğursuz olacaq. Bəziləri isə əksinə 1000 dəfə eyni yolda uğursuzluqla rastlaşır, yenə də düşünürlər ki, 1001-ci dəfə nəticə başqa cür ola bilər, yaxşı ola bilər, alına bilər. Ona görə də cəhd etməyə davam edirlər. Junga görə insanlar qərarları ya şəxsi subyektiv baxışları ilə, daxili faktorları əsasında ya da kənar amillər, xarici faktor əsasında baş verir. İnsanların verdiyi qərara hansı faktorun daxili və yaxud xarici daha çox təsir etdiyi və təkrarlanma tezliyindən asılı olaraq Jung insanları iki tipə ayırır. Ekstraventlər və intraventlər. Ekstraventlər burada şəxsi qərar verməsində xarici faktor, vərdiş formasında təzahür edirsə, yəni tez-tez müşahidə olunursa, həmin şəxs ekstravent hesab olunur. Belə şəxslər ətrafda olan xarici faktorla əsasən düşünür, hiss edir, davranır və yaşayır. Əlbəttə ki, ekstraventlər də şəxsi subyektiv baxışı var, amma onlar xarici təsirə daha çox dəyərləndirirlər. Xarici təsirlərə daha çox məruz qalırlar. Onların fikrincə ən düzgün cavab xaricdən gəlir. Bu o demək deyil ki, düzgün cavab insanın daxili şəxsi mülahizələri əsasında əldə edilə bilməz. Sadəcə ekstraventlər cavab üçün daim xaricə müraciət edirlər. Sözsüz ki, ekstravent insanlarda belə düşüncəsini, verdiyi qərarları xarici faktorlar, kənar amillər müəyyən etdiyindən onların davranışı da xarici faktorlara əsaslanır. Belə insanlar üçün ətrafda baş verən hadisələr daimi onu stimullaşdırır, motivasiya edir. Ona görə də onlar bu stimul, motivasiyanı daxili aləmdə axtarmağa ehtiyac görmürlər. Hansısa insanın, məsələn, alimin müəyyən nəticəyə gəlməsi üçün dəlillər, faktlara əsaslanması onun ekstravent şəxsiyyət növünə məxsus olmasının göstəricisindəndir. Belə ki, bu dəlillər və faktlar xarici şərtlərə əsasən əlavə olunur və bu zaman şəxsin öz fikirləri ikinci dərəcəli xarakter daşıyır. Əslində bu eyni yanaşmanın əsas prinsipidir. Belə ki, elmi tədqiqatlar zamanı müəyyən nəticəyə gəlmək üçün alimlər subyektiv fikirləri kənara qoyaraq faktlara və dəlillərə əsaslanırlar. Ekstravent şəxsiyyətə müşahidə olunan xüsusiyyətləri var. Bu xüsusiyyətlər nələrdir? Ünsiyyəti çox sevirlər, təklik onlarda sıxıcılıq verir, insanlarda ünsiyyət onlara stimul verir, diqqət mərkəzində olmağı sevirlər, bir çox hallarda ətrafda olan insanların fikrinə əsasən davranırlar, bəzən nəticə çıxarmağa tələsdikləri üçün daha çox qısa müddətli yaddaşdan istifadə edirlər, məlumatlar arasında sürətlə əlaqələr yarada bilirlər və ona görə də tez nəticəyə girirlər. Bəzən dərindən düşünmədən nəticə çıxarırlar və buna görə də fikirlərini tez-tez dəyişə bilirlər. Ekstravent şagirdlərdə rastlaşa biləcək çətinliklər var. Ekstraventlərin ən güclü tərəf onların asanlıqla cəmiyyətin aktiv üzvünə çevrilə bilmələridir. Lakin bununla bərabər onlar müəyyən çətinliklə də rastlaşa bilirlər. Yuxarıda qeyd etdiyimiz kimi ekstraventlərin motivasiya mənbəyi xarici stimul olduğuna görə müəyyən fənnə, mövzuya və ya fəaliyyətə maraq yaranma onun üçün daima həvəsləndirilməsi çox vacibdir. Burada müəllim rolu əvəz olunmazdır. Belə ki, əgər şagird müəllim münasibəti düzgün qurulmayıbsa, şagirddə müəllimə qarşı antipatiya yaranacaqdır. Ekstraventlər həvəsdən düşür və nəticədə həmin müəllimin fənninə qarşı icra hissi oyanır. Bu da şagirdin bu fənlə akademik göstəricilərinin aşağı olmasına səbəb olur. Bu baxımdan müəllim-şagird münasibətlərinin düzgün tənzimlənməsi olduqca əhəmiyyətlidir. Ekstravent insanlar bir-birindən fərqlənə bilir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, ekstravent şəxslər daha çox xarici faktorlara əsasən nəticəyə çıxarırsalarsa, şəxsi subyektiv düşüncələrə daxili faktor da malik olurlar. Müxtəlif ekstraventlərdə bu daxili faktor müxtəlif səviyyədə inkişaf edə bilər. Ekstraventlərdə daxili faktoru zəif olduqca, onların xarici faktorlarının təsiri altına düşmə ehtimalı artır.
Belə olan halda onlar mənəvi dəyərləri aşağı olan insanları əhatə olunduqda təsir altına düşərək xoşagəlməz davranışlar nümayiş etdirə bilirlər. Burada müəllimin üzərinə düşən məsuliyyətlərdən biri belə şagirdlərə xüsusi diqqət yetirmək, məntiqi, tənqidi təfəkkürü inkişaf etdirmək, öz fikirlərinə, daxili səslərinə qulaq asmağı öyrətməlidir. Bu zaman şagird xarici faktorlardan daha tənqidi faktorlara yanaşır, təsir altına düşmək ehtimalları minimallaşdırılır. Ekstravert şagirdlərin rastlaşa biləcəyi problemlərdən biri də müəyyən fəaliyyətlərdə dərindən düşünmədən tez bir zamanda nəticə çıxarmalarıdır ki, bu da çox hallarda yanlış ola bilər. Belə olan hallarda şagirdlərə Bloom taksonomiyasının yuxarı təfəkkür səviyyəsini əhatə edən tapşırıqların, açıq tipli sualların verilməsi, Sokrat dialoqu, debatda, iş üsullarından istifadə edilməsi səmərəli öyrənməni təmin edə bilər. İntrovert şəxsiyyət tipi necədir? İntrovertlər qərarlarına daha çox şəxsi subyekt düşüncələrinə əsasən verirlər. Bu o demək deyil ki, onlar xarici faktorların nəzərə almırlar. İntrovertlər düşünən zamanı kənar amillər və öz mülahizələri arasında əlaqə qurmağı daha yaxşı bacarırlar. Burada qərarlar yalnız daxili mülahizələrə əsasən verilmir. Onlar xarici faktorları müşahidə edir. Qərarlarını isə daxili mülahizələrə əsasında verirlər. Yəni, introvertlərin düşüncələri xaricdən alınan faktlar, dəlillərə əsaslansa da, qərarları və davranışı daha çox özlərinin subyektiv fikirlərinə əsaslanır. Ona görə ekstravertlərdən fərqli olaraq introvertlər nadir hallarda başqalarının təsiri altına düşürlər. Bu baxımdan introvertlərdə motivasiya, həvəs daxili faktorlardan asılıdır. Məsələn, təsəvvür edək ki, şagird riyaziyyat fənnini tədris edən müəllimə qarşı neqativ hisslərə malikdir, lakin bu introvert şagirdə riyaziyyat fənnini sevməməyə mane olmur. Çünki onu həvəsləndirən müəllimin geyimi və yaxud xarici görkəmi deyil, onun daxilindən bu fənnə olan marağı, subyektiv fikri daxili faktordur. Halbuki ekstravertlərdə isə belə deyil. Ekstravertlərdə, məsələn, riyaziyyat fənninə həvəs itəcək, riyaziyyat fənnini oxumayacaq. İnsanlarla uzun müddət ünsiyyətdə olmağı sevmədiklərinə görə bir çox hallarda introvertləri yanlış olaraq utancaq, özünə qapanan hesab edirlər. Əslində isə introvertlər insanlarla asanlıqla ünsiyyətə girə bilirlər. Sadəcə insanlarla ünsiyyət zamanı müzakirə qarışıq, sarsıdıcı, səthi olduqda introvertlər mənəvi olaraq yorulurlar. Belə yorğunluğu aradan qaldırmaq üçün onlar tək qalaraq enerjilərini bərpa edirlər. İntrovert şəxsiyyətlərdə müşahidə olunan xüsusiyyətlər var. Uzun, səthi müzakirələrdən yorulurlar. Təklik onlara stimul verir, motivasiya verir. Şəxsi subyektiv mülahizələrə əsasən nəticə çıxarırlar. Nəticə çıxarmaq üçün daha çox uzun müddətli yaddaşlardan istifadə edirlər. Nəticə çıxarmaq üçün daha çox vaxta ehtiyac duyurlar. Bunların çətinlikləri var. İntrovert şagirdlər ən güclü tərəflərindən biri düşünmə prosesində qoyulan sualı hər tərəfli dərindən analiz etməli, ona uyğun nəticə çıxarmalarıdır. Bununla yanaşı introvertlərdə də müəyyən çətinliklər vardır. İntrovertlər daha dərindən düşündükləri üçün nəticə çıxarmaq daha çox vaxt ala bilir. Bu da dərs vaxtı müəllimin suallarına cavab verməkdə və ya tapşırıqları yerinə yetirməkdə ləngiməyə səbəb ola bilir. Belə şagirdlərlə işləyən zamanı müəllimin vaxt faktorunu nəzərə alınması olduqca vacibdir. Yuxarıda qeyd etdiyimiz kimi introvertlər insanlarla səmərəsiz uzun müddətli ünsiyyətdən mənəvi yorulur və təkliyə ehtiyac duyurlar. Bu xüsusiyyət onlarda üstün olduğu asosiallıq yarana bilər ki, nəticədə ünsiyyət bacarığı zəif olan, onlar insanlarla sağlam münasibət qura bilməkdə çətinlik çəkirlər. Ona görə tədris prosesinin daimi qrup işləri ilə bərabər fərdi işləri növbəli şəkildə keçirmək çox əhəmiyyətlidir.
Belə olduqda introvertlərlə mənəvi olaraq enerjinin bərpa olunmasına imkan yaradır. Jung qeyd edir ki, insanlar hər iki şəxsiyyət növünə, yəni insanlarda rast gəlmək olur. Sadəcə bu şəxsiyyət növünün hansının daha güclü olmasından asılı olaraq onu introvert və ekstravert adlandırmaq olar. Psixoloq Hans Eysenk isə ilk dəfə olaraq ambivert tipini irəli sürmüşdü. O qeyd edir ki, bəzi insanlarda hər iki şəxsiyyət tipi eyni dərəcədə inkişaf edə bilər. Bu da ambivert şəxsiyyət adlanır. Belə insanlar hər iki şəxsiyyətdən, ekstravert, introvertdən müşahidə olunan üstünlüklərə malik olurlar. Onlar müxtəlif həyati situasiyalarda daha az problemlərlə rastlaşırlar. Belə şagirdlərin məktəbdə çətinlikləri də az olur. Bəzi müəllimlər qeyd edirlər ki, ambivertlərdə cəmiyyətdə nadir halda rast gəlinir, amma ABŞ psixoloqu deməli Jerome Kagan 500 uşaq üzərində apardığı müşahidələrə əsasən müəyyən etmişdi ki, onların 40% ekstravert, 20% introvert, qalan 40% isə ambivert şəxsiyyətə malikdir. Aparılan bu tədqiqatlardan belə nəticəyə gəlməyə imkan verir ki, ambivertlər cəmiyyətin kifayət qədər üzvüdürlər və onlara tez-tez rast gəlmək olur.